Değerli şagirdlər, abituriyentlər, izləyicilər. Bugünkü dərsimizdə əlavədən danışacağıq. Əlavə cümlədə hər hansı bir söz haqqında əlavə bir informasiya, fakt, məlumat, açıqlama verən söz və ya söz birləşməsidir. Gördüyünüz kimi mən burada belə demədim ki, əlavə hər hansısa bir cümlə üzvü haqqında. Çünki əlavələr təkcə cümlə üzvlərinə aid olmur. Həm də söz birləşmələrinin asıl tərəflərinə də aid ola bilirlər. Yazılı nitqdə əlavə aid olduqları sözdən çox vaxt tire, az hallarda isə vergüllə ayrılırlar. Məsələn, nümunəyə baxaq. Doğma rayonumuza, Ağdaşa bütün canımla bağlıyam. Burada Ağdaşa ifadəsi rayonumuza sözünün əlavəsidir. Yəni, onun haqqında əlavə bir informasiya verir. Yəni, Ağdaşa sözü əlavədir, rayonumuza sözünün əlavəsidir. Səfərimiz Madridədir, Yaponiyanın paytaxtınadır. Burada Yaponiyanın paytaxtınadır əlavədir, Madridə sözünün əlavəsidir. Gördüyünüz kimi kənarda da yazmışıq. İspaniyanın paytaxtınadır əlavədir, Madridədir sözünün əlavəsidir. Gördüyümüz kimi əlavə burada ya bu vərəqdə, qarşınızda canlandırdığımız bu vərəqdə, gördüyünüz bu vərəqdə əlavələr tünd qara hərflərlə, əlavəli olan sözlər isə kursivlə, yəni yıxılmış hərflərlə ifadə olunmuşdur. Bu şərti də bilək ki, sonra bu vərəqə baxarkən, oxuyarkən, skrin eləyib götürərkən və ya videonu saxlayarkən özünüz oxuyanda rahat anlaya biləsiniz. Üçüncü cümlədə bütün sahə, quyular bir anda onun gözü qarşısında canlandı. Quyular əlavədir, sahə sözünün əlavəsidir. Dördüncü cümlədə anardan tələbə yoldaşımdan məktub almışam. Tələbə yoldaşımdan sözü əlavədir, anardan sözünün əlavəsidir. Aralarında da tireni görürsünüz. 5-də sizi, bütün gəncliyi qarşıda böyük işlər gözləyir. Burada bütün gənclik, düzdür, tüm təriflərdən verməmişəm, unutmuşam. Sizi sözünün əlavəsidir. Dilarə universitetin 4-cü, yəni sonuncu kursunda oxuyur. Burada sonuncu sözü əlavədir, 4-cü sözünün əlavəsidir. Şifahi nitqdə isə əlavələrin intonasiyası cümlə üzvlərinin intonasiyasından ciddi şəkildə fərqlənir. Bu hissədə gördüyünüz kimi onları yazmışıq ki, hər bir söz hansı əlavədir, hansı sözün əlavəsidir. İndi daha bir fakta toxunaq. Demək, yuxarıda yazdığım cümlələrdə əlavələr cümlə üzvlərinin əlavəsidir. Və yaxud da belə deyək ki, söz birləşməsinin asıl tərəfinin əlavəsidir. Amma əlavə xitaba da aid ola bilir. Yəni, burada xitabın da nə olduğunu yazmışıq, müraciət olunan şəxsə xitab deyilir, yəni adını çəkib söz dediyimiz şəxs xitabdır. Yəni, müraciət etdiyimiz xitabdır. Məsələn, ay uşaq, ay ana, ay Fuad kimi ifadələr olanda cümlədə o nə olur? Xitab olur. İndi nümunəyə baxaq. Qız məktəbində şeirindən bir nümunədir bu, Hüseyn Cavidin. Quzum, yavrum, adın nədir? Buradakı yavrum sözü əlavədir. Quzum sözünün əlavəsidir. Quzum sözü isə nədir? Xitabdır. Demək, əlavələr təkcə cümlə üzvlərinin və ya söz birləşmələrinin asıl tərəflərinin deyil, həm də xitabların da əlavəsi ola bilir. Məsələn, bizim himnimizdə də belə bir fakt var. Azərbaycan, ey qəhrəman övladın şanlı vətəni. Və burada bu tüm təriflərdən verilmiş, ey qəhrəman övladın şanlı vətəni əlavədir, Azərbaycan xitabının əlavəsidir. İndi bəzən xəbərlər əlavə ilə işləndikdə nitqdə ağırlıq olmasın deyə xəbərdəki şəxs xəbərli şəkilçi ixtisar edilir. Ən əsas məsələlərdən biri budur. Yəni, şagirdin əlavəni müəyyənləşdirmək istəyən müəllimin çaşdığı məqamlardan biri odur. Necə olur yəni? Xəbərdə dır şəkilçisi düşmüş olur. Yəni, xəbərli şəkilçisi düşmüş olur. Misala baxaq, nümunəyə baxaq. Əmimgil rayonda Ağdaşdadır. Bu da Ağdaşdadır əlavədir. Rayonda sözünün əlavəsidir. Rayonda sözündə dır xəbərli şəkilçisi ixtisar olunub. Bizə elə gəlir ki,
cümləni tam sintaktik təhlil eləməyəndə. Rayonda sözü cümlənin zərfliyidir. Ona görə bu məsələdə diqqətli olmaq lazımdır. Ən çaşılan məqamlardan biri odur. Sonra baxaq. Toy yazda, aprelin 5-dədir. Bax, burada da yazdadır sözündə. Dır şəkilçisi düşüb. Xəbərli şəkilçisi düşüb. Bizə elə gələ bilər ki, yazda sözü nə vaxt sualına cavab verir və əlavə zərfliyin əlavəsidir, zaman zərfliyinin əlavəsidir. Amma halbuki yazda sözü orada cümlənin xəbəridir. Sadəcə dır xəbərli şəkilçisi düşüb. Və yaxud kitab dostumda. Məsələn, bu bizə elə gələ bilər ki, dostumda sözü elə biz texniki cəhətə baxarıq, texniki tərəfə baxarıq ki, tirədən qabaqdakı söz dostumda kimdə sualına cavab verir və cümlənin tamamlığıdır. Amma halbuki cümlə belədir. Kitab dostumdadır, Tuncaydadır. Bu halda nə olur? Dostumdadır sözü də, yazdadır sözü də cümlənin xəbəri olur. Deməli, əlavədə əsas məsələ, diqqət eləməli olduğumuz məsələlərdən biri odur. Xəbərin əlavəsi bizə tamamlığın və yaxud zərfliyin və yaxud yer zərfliyinin əlavəsi kimi görünə bilər. İndi yuxarıda danışa-danışa demişdim, bir daha deyirik. Burada tüm təriflərlə yazılmış cümləyə diqqət eləyək. Əlavə bütün cümlə üzvlərinə aid ola bilər. Bundan başqa əlavə müstəqil şəkildə cümlə üzvü olmayan sözlərə, yəni söz birləşmələrinin aslı tərəfinə də aid ola bilər. Bax, bu məsələni də xüsusi diqqətdə saxlamaq lazımdır. İndi nümunələrə baxaq, görək. Məsələn, geriyə rayona qayıdan maşına biz çatmadıq. Burada ilk olaraq adama elə gələ bilər ki, geriyə sözü cümlənin zərfliyidir. Amma cümləni tam sintaktik təhlil eləsək, nə baş verər? Baxaq, çatmadıq xəbər. Kim çatmadı? Biz. Nəyə çatmadıq? Maşına. Hansı maşına? Geriyə qayıdan maşına. Burada geriyə qayıdan sözü cümlənin təyinidir. Rayona sözü geriyə sözünün əlavəsidir. Geriyə sözü fe'li sifət tərkibinin aslı tərəfidir. Demək, burada əlavə, rayona əlavəsi yer zərfliyinin yox, fe'li sifət tərkibinin aslı tərəfinin əlavəsidir. Bax, ən əsas məsələlərdən biri də bu olur. Biz, məsələn, deyək ki, bizdən soruşurlar ki, zərfliyin əlavəsi hansı nümunələrdə işlənmişdir və yaxud hansı nümunədə işlənmişdir. Biz elə orada geriyə sözünü görürük. Düşünürük ki, geriyə, haraya, rayona sözü də yer zərfliyinin əlavəsidir. Halbuki geriyə sözü cümlədə, cümləni sintaktik təhlil eləsək, əlavə deyil. Daha doğrusu cümlədə zərflik deyil. Ona görə də zərflik olmadığı üçün rayona sözü də zərfliyin əlavəsi deyil. Fe'li sifət tərkibinin aslı tərəfinin əlavəsidir. Və yaxud başqa bir nümunəyə baxaq. Qocaları koronavirusdan qorumaq lazım. Məsələn, bizə ilk olaraq elə görünə bilər ki, onları sözü cümlədə tamamlıqdır. Çünki biz tirədən qabaqki hissəyə baxarıq, kimi sualını verərik və düşünərik ki, onları sözü cümlənin tamamlığıdır, qocaları sözdə onları sözünün əlavəsidir. Amma bu cümləni sintaktik təhlil eləsək görərik ki, lazımdır sözü cümlənin xəbəridir. Onları nə lazımdır? Onları, qocaları koronavirusdan qorumaq. Burada məsdər tərkibi cümlənin mübtədasıdır. Burada onları sözü tamamlıq deyil, məsdər tərkibinin aslı tərəfidir. Onları qorumaq. Demək, burada qocaları sözü məsdər tərkibinin aslı tərəfinin əlavəsidir. Bax, bu məsələni xüsusi bilmək lazım. Və yaxud başqa bir nümunəyə fikir baxaq. Biz tələbələr hazırlaşanda artıq axşam idi. Burada da bizə elə gələ bilər ki, biz sözü cümlənin mübtədasıdır. Amma cümləyə diqqət eləsək görərik ki, axşam idi cümlənin xəbərdir. Nə vaxt axşam idi? Biz hazırlaşanda. Biz hazırlaşanda cümlənin zərfliyidir. Burada biz sözü hazırlaşanda sözünün aslı tərəfidir. Fe'li bağlama tərkibinin aslı tərəfidir. Demək, burada biz sözü cümlənin mübtədası deyil, fe'li bağlama tərkibinin aslı tərəfidir. Və yaxud başqa bir cümlədə gənc qızların
tibb bacılarının gözləri yuxusuzluqdan, yorğunluqdan qapanırdı. Qapanırdı xəbər. Nə qapanırdı? Gənc qızların gözləri. Qızların gözləri burada cümlənin mübtədasıdır. Qızların sözü də üçüncü növ təyinli söz birləşməsinin aslı tərəfidir. Tibb bacılarının sözü demək üçüncü növ təyinli söz birləşməsinin aslı tərəfinin əlavəsidir. Demək, buradan bu danışdıqlarımızdan belə qənaətə gəlirik ki, əlavələr cümlədə hər hansısa bir söz haqqında əlavə informasiya, fakt, məlumat, açıqlama verən söz və ya söz birləşməsidir. Əlavələr təkcə cümlə üzvlərinin yox, söz birləşmələrinin aslı tərəflərinin həm də kitabın əlavəsi ola bilər. Bir məsələyə də türklər demiş, deyinək, dərsimizi yekunlaşdıraq. Əgər mübtəda birinci, ikinci şəxslərdə olarsa, əlavələr xəbərlə uzlaşır. Normalda deyək ki, mübtədanın əlavəsi də xəbərlə uzlaşır. Deyirəm ki, Abdullah qardaşım oğlu getmədi. Qardaşım oğlu getmədi. Burada getmədi üçüncü şəxsin təkindədir. Cümlənin xəbəridir. Kim getmədi? Abdullah mübtəda. Buradakı qardaşım oğlu əlavəsi də xəbərdən uzlaşır. Yəni, şəxsə və cəmiyyətə görə uzlaşır. Yəni, biz mübtədanı, Abdullah sözünü işlətməsək, qardaşım oğlu getmədi, elə bir ki, əlavəsi olduğu cümlə üzvünün, yəni Abdullahın şəxsi ilə uyğun olduğu üçün xəbərdən uzlaşır. Amma cümlənin mübtədası birinci və ikinci şəxslərdə olarsa, əlavə xəbərdən uzlaşmır. Yəni, belə desək, mən Səbu müəllim. Adətən bu şəkildə olur. Tirədən yox, vergüldən istifadə edirlər. Mən Səbuhi müəllim. Artıq qocalmışam. Artıq qocalmışam. Burada qocalmışam xəbər. Kim qocalıb? Mən. Və bu cümlənin əlavəsi, buradakı mübtədanın əlavəsi, yəni Səbu müəllim ifadəsi xəbərdən uzlaşmır. Gördüyünüz kimi, Səbu müəllim qocalmışam olur. Bunu da xüsusi yadda saxlayırıq. Bunun yerində biz olsa, biz ədəbiyyat müəllimləri bugün konfrans keçirəcəyik. Burada biz keçirəcəyik, amma ədəbiyyat müəllimləri keçirəcəyik olmur. Buradan bunu da yadda saxlayaq ki, mübtəda birinci və ikinci şəxslərdə olduqda onun əlavəsi xəbərlə uzlaşa, şəxsə və kəmiyyətə görə uzlaşa bilmir. Daha doğrusu kəmiyyətə görə uzlaşar, amma şəxsə görə uzlaşa bilmir. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu.